Salam, ərvatınız xeyir olsun. Dost evinin nefrində xoş gördük sizləri. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən dayaq nöqtəsi verilişinə baxırsınız. Bugünkü verilişimizdə mövzumuz əlil olan uşaqlar üçün reabilitasiya xidmətləri və verilişimizin qonaqlarını sizə təqdim edirəm. Bir sayılı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Jalə Həsənova. Jalə xanım, xoş gördük sizi. Təşəkkürümü bildirirəm dəvət etdiyiniz üçün. İnklüziv Cəmiyyət naminə İctimai Birliyin sədri Ramilə Mahmudovadır. Ramilə xanım, sizi də xoş gördük bir daha verilişimizdə. Çox sağ olun, dəvətə görə. Jalə xanım, uşaq reabilitasiya mərkəzlərində hansı uşaqlar reabilitasiyadan istifadə edə bilərlər? Bildirmək istərdim ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində 15 reabilitasiya mərkəzi mövcuddur. Eyni zamanda protez ortopedik istehsalat mərkəzi və Bərdə Dost mərkəzində Reapoint belə bir mərkəzdə fəaliyyət göstərir. Reabilitasiya mərkəzlərindən 4 reabilitasiya mərkəzləri sırf 18 yaşadək 50 müəyyən edilmiş şəxslərə xidmət göstərir. Onlardan ikisi Bakı şəhərində yerləşir. İkisi də Azərbaycan digər bölgələrində, Şəmkir şəhərində və Qəbələ şəhərində yerləşir. Mərkəzlər, yenə də təkrarlamaq istəyirəm, 18 yaşadək 50 müəyyən edilmiş şəxslərə xidmət göstərir. Müxtəlif nozologiyalar, yəni müxtəlif xəstəliklərlə müraciət etdikləri və müxtəlif yaş dövrlərinə baxmayaraq, yəni biz bu uşaqlara həm stasionar, həm də ambulator reabilitasiya xidmətləri göstəririk. Mərkəzə daxil olmaq üçün reabilitasiya alt sistemi mövcuddur. Yəni vətəndaşlar və uşaqların valideynləri yaxud qəyyumları müraciət edirlər dost mərkəzlərində yerləşən tibbi sosial ekspert komissiyalarına və reabilitasiya alt sistemində formalaşdırılmış aktiv rezervasiya təyin olunur və həmin müddətdə artıq valideyn öz evladı ilə, yəni mərkəzlərimizə həmin tarixdə, qeyd olunmuş tarixdə və hansı bir mərkəzə istəyirlər, yəni müraciət edə bilərlər və qəbul prosesi aparılır. Yəni sizin sistemə daxil olduqdan sonra növbəli şəkildə kimlərdir və hansı uşaqlar reabilitasiya xidmətlərindən keçməlidirlər, bunları öncədən bilirsiniz. Bəli, biz öncədən bilirik, biz reabilitasiya alt sistemində bunları görürük və təkcə uşağın adı, soyadı qeyd olunmur. Onun diaqnozu da qeyd olunur, yaşı da qeyd olunur və onda da əks göstərişlərdir. İndi ətraflı o haqda da məlumat verəcəm ki, yəni əks göstərişlər, yəni hansı əks diaqnozlarda qeyd olunur. Ramilə xanım, əlilliyi olan uşaqlara reabilitasiyanın faydaları? Bu reabilitasiyanın onların həyatında nə dərəcədə müsbət təsirlərindən bəhs edərkən onu demək istəyərdim ki, olduqca vacibdir və mütləqdir. Çünki biz burada reabilitasiya dedikdə var tibbi reabilitasiya, var sosial reabilitasiya. Təbii ki, son zamanlar sosial model, sosial reabilitasiya daha çox üstünlük verilir. Çünki belə deyək, həyatı bacarıqlarının, bu uşaqların cəmiyyətə inteqrasiya olmasının ən mühüm burada rolu sosial reabilitasiyasıdır. Tibbi reabilitasiyada biz Jalə xanımın da o hissəni qeyd elədim, mən çox geniş vurğulamıram. Onların tibbi sağlamlığına olan hansısa reabilitasiya xidmətlərinin göstərilməsi, ancaq sosial reabilitasiya dedikdə birbaşa onların sosial inklüziyasına təsir edən reabilitasiya xidmətləri göstərilir. Bu isə bizim elə yenə də dövlət müəssisələrində, uşaq reabilitasiya mərkəzlərində o xidmətlər göstərilir. Tibbi reabilitasiya yanaşı bildiyim qədər sosial reabilitasiya da orada göstərilir. Sadəcə düzdür, 50 olan uşaqların sayına baxdıqda bu reabilitasiya, dövlət reabilitasiya xidmətlərinin, mərkəzlərinin sayı məncə yetəri deyil, xüsusən də regionlarda yetəri deyil. Düzdür, son zamanlar iki regionumuzda Şəmkir və Qəbələ rayonunda açılmışdır. Ancaq bu hələ də yəni bir çox regionlarda valideynlərin əlçatanlığının təmin olması istiqamətində çox problemlər yaradır. Onlar Bakı şəhərinə gəlməlidirlər və yaxud da özəl müəssisələrdə hansısa reabilitasiya xidməti keçməlidirlər. Amma üzrdən bayaq Jalə xanım vurğuladı ki, seçim qarşısında onlar özləri də seçə bilirlər. Məsələn, rayon bölgələrdə yaşayan bizim reabilitasiya xidmətindən yararlanmaq istəyən
vətəndaşlarımız Bakında seçə bilər, paytaxtı və Yaxın olan bölgələrini bəli də seçə bilərlər. bölgəni də Nəzərə seçə bilər. Gələcəkdə, yəni dövlət tərəfindən yeni reabilitasiya uşaq mərkəzləri də yəni planlaşdırılıb ki, başqa bölgələrdə də açılışı olsun. Amma valideynlər özləri seçib və baxırlar ki, yəni həmin rezervasiya dövründə onlara uyğun olaraq vaxtda, yəni boş yerlər olsun. Çünki Bakıda yerləşən, Rana xanım indi bayaqlar vurğuladı, iki uşaq reabilitasiya mərkəzləri, onlardan bir saylı, yəni stasionar və ambulator xidmət göstərir. Amma 2 nömrəli uşaq reabilitasiya mərkəzi sırf ambulator yəni xidmət göstərir. Ona görə doluluq da çarpayı sayda 50 olduğu üçün, yəni bu bir qədər, yəni növbəlik şəklində aparılır. Mən vurğulamaq istərdim ki, reabilitasiya mərkəzlərində təkcə tibbi reabilitasiya yox, sosial-psixoloji reabilitasiya və reabilitasiya şöbəsi də var ki, yəni harda, yəni uşaqlara psixoloji problemləri olduqda, yəni onlara da müalicə təyin olunur. Ümumiyyətlə, mən bayaqları vurğuladığım kimi əks göstərişlər dedikdə, yəni qəbul olmaq üçün mərkəzlərdə reabilitasiya kursunu keçmək üçün rezervasiya alt sistemində qeydiyyatdan sonra müxtəlif deməli müayinə paketindən, yəni müayinə etdikdən sonra əlilliyi olan şəxs, bu baxmayaraq uşaq mərkəzidir, yaxud böyüklər üçün mərkəzlərdə o paketlə mərkəzə müraciət edirlər. Yəni bu qan analizləridir, CD analizidir, ürəyin kardioqrammasıdır, elektrokardioqrammasıdır, ağciyərlərin rentgenografiyası və əks göstəriş varsa 149 Nazirlər Komitetinin 149 qərarına əsasən əks göstərişlər varsa, yaxud biz özümüz də görürük ki, yəni uşağın ilkin diaqnozunda yox, yəni əlavə diaqnozunda biz görürük ki, yəni əks göstəriş ola bilər. Onda yararlana bilməz. Yox, ixtisaslaşmış mütəxəssis tərəfindən, yəni rəy götürülür ki, biz uşağı qəbul edirik. Amma yox, elə xəstəliklər var ki, əks göstəriş var, yəni onda həmin xəstəliyə, yəni bu ola bilsin ki, qat xəstəliyi şişlərdir, yəni həmin fəal fazada olan, bu ola bilsin ki, yoluxucu və dəri zöhrəvi xəstəliklərdir, bu ola bilsin ki, kəskinləşmində dövründə, yaxud yarım kəskin dövründə ruhi xəstəliklərdir, yəni yenə də Bu istiqamətdə psixoloji dəstək yəni yalnız onlayn şəkildə keçir, yoxsa xüsusi mütəxəssislərimiz olur, gedir evlərə, evlərdə olaraq? Bu səyyar xidmətdir. Buna da toxunasınız, bəli. Deməli, ümumiyyətlə də əlil olan şəxslər, yenə də deyirəm, bu uşaq mərkəzidir, yaxud böyük mərkəzidir, qəbul olduqda bütün mərkəzlərdə, yəni Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan mərkəzlərdə multidisiplinar komanda, yəni qəbul aparılır. Yəni burada həkim fizioterapevtdir, burada psixologiya üzrə mütəxəssisdir, burada misal üçün uşaq mərkəzlərində bu pediatr həkimdir, bu nefroloq həkimdir, eyni zamanda baş tibb bacısıdır. Yəni öncədən antropometrik ölçülər, yəni boy, çəki yoxlanılır. Hansısa bir yoluxucu xəstəliyi varsa, əks göstərişi yoxdursa, o yoxlanılır və tam müayinə etdikdən sonra, analizlərinə baxandan sonra, yəni fərdi olaraq reabilitasiya proqramı təyin olunur. Yəni yenə də deyirəm, fərdi. Bu ola bilsin ki, fizioterapevtik müalicələr olsun, amma ola bilsin ki, həmin uşaqda misal ki, əks göstəriş var, hansısa fizioterapevtik avadanlıqdan, yəni ona təyin olunur. Ümumiyyətlə də mərkəzlərdə, yəni tibbi şöbədən, yəni müalicəvi bədən tərbiyəsidir, hidroterapiyadır, yəni vannalarla, balneologiya su ilə müalicədir. Bu fizioterapevtik müxtəlif avadanlıqlarla da, mən biraz sadalayım, maqnitoterapiya, lazer terapiyası, yəni avadanlığı hotpək və eyni zamanda masaj, müalicəvi masaj təyin olunur. O ki, qaldı psixologiya şöbəsində, yəni psixoloqlarımız mərkəzlərdə, bütün mərkəzlərdə psixoloqlarımız var, loqopedlərimiz var, əmək terapiyası var, sensor inteqrasiya otağı, yəni inteqrasiya üçün uşaqları, yəni cəmiyyətə inteqrasiya üçün müxtəlif, yəni metodikalarla, yəni
təyinat aparılır və eyni zamanda mentorlar var və mədəni kütləvi tədbirlər üçün, yəni asudə vaxtlarının keçirilməsi üçün, yəni tədbirlər aparılır. Raminə xanım, istərdim ki, 50 olan uşaqların reabilitasiyası və sosial inklüziyası sayəsində hansı xidmətlər görülür? Bununla bağlı danışardınız. Qeyd etmək istəyərdim ki, bayaqki fikrimin davamı olaraq bu reabilitasiya xidmətlərində biz dedik ki, sosial reabilitasiyanın bu uşaqların həyatında çox böyük rolu var. Bu sosial reabilitasiyada orada psixoloji, logopedik, pedaqoji xidmətlər göstərilir ki, bu uşaqlara birbaşa onların belə deyək, cəmiyyətə inteqrasiya olmasında, ünsiyyət qurulmasında, gələcək inklüziv təhsilə cəlb olunmalarında çox böyük rolu var. Çünki biz əgər iki uşaq götürsək, biri reabilitasiya kursu keçmiş, digəri isə reabilitasiya olmamış uşağı götürsək, yəni və onları cəmiyyətə atsaq və yaxud da təhsil sisteminə inklüziv təhsilə cəlb etsək, görərik ki, onlarda çox böyük bir fərq var. Çünki onlar artıq reabilitasiya olunmayan uşaqla reabilitasiya olunmuş uşaqda çox böyük fərq olacaq. Birbaşa onların uşaqlarla birgə təhsil almasına müəyyən maneələr olacaq, ünsiyyət qurmalarına müəyyən problem yaradılacaq. Eyni zamanda pedaqoji dərslərin keçirilməsində həmin uşaq müəyyən maneələr törədəcək. Ona görə də mütləqdir ki, erkən yaşdan erkən müdaxilələr deyirik, erkən müdaxilələr olunsun və uşaqlar, əlilliyi olan uşaqların nə qədər onlara tez yanaşma olarsa, onların sosial reabilitasiyası, eyni zamanda tibbi reabilitasiyası, xüsusilə də sosial inklüziyasında biz fokuslanırıq sosial reabilitasiya. Ona görə mən daha çox sosial reabilitasiyanı vurğuluyorum. Və bu yöndə mən deyərdim ki, HT-lərin də, qeyri-hökumət təşkilatlarının da sosial layihələr vasitəsilə, sosial layihələrin həyata keçirdikləri bu sosial layihələrdə də həmin xidmətlər, psixoloji xidmətlər, logopedik xidmətlər həyata keçirilir. Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə qeyri-hökumət təşkilatlarının icma əsaslı sosial reabilitasiyalar təşkil edir ki, hansı ki rayonlarda bu layihələr illərdir, bu sosial layihələr davam etdirilir. Eyni zamanda illər idi Bakı və Abşeron rayonunda bu layihələr davam edirdi və bu bir çox əlilliyi olan uşaqları əhatə tam deyə bilmərik, çünki tam əhatə etmirdi. O da onlar həm müəyyən aylara bölünür, eyni zamanda müəyyən say məhdudiyyəti var ki, ancaq bir çox köməyi olurdu ki, xüsusilə də az təminatlı ailələrin həmin layihələrə az təminatlı ailələrin uşaqları cəlb olunur. Çünki belə deyək, müəyyən qədər təminatlı ailələr özəl mərkəzlərdən də müəyyən qədər istifadə edə bilirlər. Ancaq az təminatlı ailələrin uşaqları, əlilliyi olan uşaqlar bu cür icma əsaslı reabilitasiyalardan onlar üçün daha faydalı və effektiv olur. Onların inkişafına, psixoemosional inkişafına olduqca... Gələcək baxışlarına da müsbət təsir olur. Bəli, müsbət təsir olur. Eyni zamanda cəmiyyət də bu uşaqları daha, belə deyək, cəmiyyət tərəfindən də qəbul olunmasında daha rahatlıq olur. Artıq insanlar alışırlar bu uşaqların digər uşaqlarla. Birgə düşüncə tərzləri. Bəli, birgə... Dayaq və dəstək bu istiqamətdə. Bəli. Məktəblərdə bu uşaqlar digər uşaqlarla birgə oxuyan zaman artıq onlar dostlaşırlar. Digər uşaqlar bunlara qeyri-adi, yəni baxışlarla baxmırlar. Hansısa etik ifadələrin işlədilməsində, bu stereotiplərin aradan götürülməsində xeyli addımlar atılıb. Həm maarifləndirici tədbirlər görülüb, eyni zamanda pedaqoji işçilərin bu sahədə inklüziv təhsil sahəsində atılan addımlar, proqramlar, pedaqoji işçilərin maarifləndirilməsi bu sahədə bir çox bu uşaqlara yanaşmada dəyişikliklər edib və məncə son illərdə bir çox dəyişikliklər var bu sahədə. Jalə xanım, yaş həddi 18 yaşa qədərdir və bəlli olur reabilitasiya xidmətinə gələn uşaqların dəyərləndirilməsi, qiymətləndirilməsi və onlarda reabilitasiya vasitələrlə xüsusi kursların keçirilməsi olur və istədim, uşaqlar gəldə növbəli şəkildə yaş həddinə görə bölgü varmı? Yoxsa fərqli olur, 3 yaşdan 18 yaşa qədər eyni vaxtda gələ bilər, yoxsa hərəsinin öz dərs saatı və keçmə üsul vaxtı var?
Öncədən vurğulamaq istərdim ki, yəni yaş həddi məhdudiyyət deyil. Yəni bir günün içində qəbul günləri ola bilsin ki, hansı uşaq 17 yaşında gəldi, hansı uşaq 3 yaşında, 4 yaşında, yəni məhdudiyyət yoxdur. Amma vurğulamaq istərdim ki, yəni necə stasionar, ambulator müalicələr, yəni stasionar müalicə nədir? Yatışdır, yataq formasındadır. Yəni uşaqlar valideynlərlə, yəni analarla qalırlar, ya qəyyumla, nənə ilə, bibi ilə qalırlar 14 gün müddətində və ilk günündən də yəni müalicə təyinat fərdi olaraq qeyd olunur. O ki qaldı ambulator müalicə. Ambulator müalicə yəni gediş gəlişdir. Yəni ki, gəlirlər mərkəzə, müalicələrini alırlar müxtəlif saatlarda. Yəni eyni qaydada, necə stasionarda da eyni qayda. Bəli. Və 14 gün müddətində ambulator müalicəni davam etdirilir. Ondan sonra həkim ikincili dəyərləndirmə eləyir və uşaqda müsbət dinamika qeyd olunursa, onda deməli ambulator aylıq paketə keçir. Yəni növbəti ay üzərində həftədə 2 dəfə, yəni 8 prosedurda müxtəlif prosedurlarla davam etdirə bilər. Və ondan sonra bizdə icma əsaslı da xidmət göstərilir. Yəni uşaqlar evə yazıldıqdan sonra müxtəlif hansısa bir prosedurlara gəlib, yəni icma əsaslı bizdə qrup var, valideynlər bilirlər ki, o qrupun üzvləridirlər və misal üçün, yəni mərkəzdə hansısa bir prosedurlar aparılırsa, çünki əlavə deməli mən öncə də biraz deməli vurğulamaq istəyirəm, çünki bizdə alternativ müalicə üsulları da var, yəni icma. Və eyni zamanda da icma əsasında hansısa bir məkanda, hansısa bir mərkəzdə, mədəni kütləvi tədbirlər olanda, bizim uşaqlarımızı dəvət eləyəndə, hansısa teatrdırmı, yəni hansısa əyləncəli proqramlardır, biz təklif eləyirik ki, valideynlərə ki, kim uşaqlarını gətirə bilər. Və eyni zamanda istərdim ki, xatırladasınız, qeyri-hökumət təşkilatları ilə birgə işbirliyi, bu tədbirlərə dəvət alınması necədir? Hansı aspektdə davam edir sizdə bu tədbir planlarında? Mədəni kütləvi Bəli, mədəni kütləvi tədbirlər. Qeyri-hökumət təşkilatlarının sizə dəstəyinə. Bəli, dəstək olur. Yenə də bu dəstək də bizdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, yəni təşkilatçılığı ilə olunur və birgə səmərəli işbirliyi. Bəli, və uşaqlar da həmin tədbirlərdə də iştirak edirlər və çox yaxşı geri dönüşlər olur həm uşaqlar tərəfindən, həm valideynlər tərəfindən. O uşaqların üzündəki o təbəssüm ki olur, onu da heç nə, yəni bizim üçün müsbət keyfiyyətin əldə olunmasından söhbət gedir. Bəli. Yəni nəticə müsbət olsun, bunların yaşam tərzində cəmiyyətə inteqrasiya olmalıdır ki, misal üçün bayaq Rəna xanım dedi, biz hardasa keçən il kim, harda, necə, yəni belə bir oyun keçirmişdilər və sağlam uşaqlarla 50 olan uşaqlar birgə eyni masalarda oturub o deməli oyunda iştirak elədilər. Yəni inanın ki, heç bir fərqlilik yox idi ki, o uşaqların, çünki birgə komanda şəklində kimsə yəni birinci yer tutdu, ikinci, yəni utdu, onsuz da dostluq, amma yenə də bu uşaqlara bu inteqrasiyanı eləmək, yəni çox müsbət dinamika var, həm psixoloji tərəfdən, yəni psixolojida, yəni ilk öncə problemlər həll olunması. Aydındır. Ramla xanım, Zalə xanım da elə bu qeyri-hökumət təşkilatları bizə bu tədbirlərlə bağlanışdı. İstərdim siz də vurğulayasınız. Qeyri-hökumət təşkilatları ilə reabilitasiya mərkəzində xidmət keçən 50 olan şəxslərdə əl çatanlığının təmin olunması istiqamətində bu tədbirlərdir, bayram tədbirlərinin dəvət alınmasıdır. Qeyri-hökumət təşkilatları həqiqətən də çox aktiv, bu sahədə çox aktiv fəaliyyət göstərirlər. Dövlət qurumlarından, xüsusilə də biz bilirik ki, bu sahədə daha çox Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, bu cür tədbirlərin, bayram şənliklərinin keçirilməsi zamanı qeyri-hökumət təşkilatları birgə o tədbirlərin təşkilinə, o uşaqların cəlb olunmasına, tədbirin bütün təşkilinə böyük töhfəsini verir və daim əməkdaşlıq edirik biz dövlət qurumlarından, xüsusilə də dediyim kimi Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edərək bu cür tədbirlərin təşkil olunması həm Bakı şəhərində, həm regionlarda bu uşaqların cəmiyyətə inteqrasiyasında və tədbirlərə cəlb olunmasında böyük töhfəsi olur. Zalə xanım, UREM-lərə gələ bilməyən əlilliyi müəyyən edilmiş şəxslər var ki, hansılar ki, onlar bayaq vurğuladınız, toxundunuz, gələ bilmir.
yanaşa bilmir və gələ bilməyən əlil olan şəxslər barəsində, uşaqlar barəsində daha doğrusu hansı qabaqlayıcı tədbirlər görürsünüz və nə işlər görürsünüz? Deməli, reabilitasiya mərkəzlərində 2022-ci ilin, yəni Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, yəni yeni layihəsi deməli fəaliyyət göstərməyə başladı. Bu səyyar xidmətdir. Yəni səyyar xidmət, yəni reabilitasiyanı əlçatmamlığın artırılması üçün, nəqliyyat vasitələrində problemlər yaranan, yəni elə xəstələrimiz var ki, misal çətinlik, evdən çıxmağa çətinlik və onda bunların yenə də valideynləri müraciət eləyirlər dost mərkəzlərində yerləşən tibbi sosial ekspert komissiyalarına, yaxud da 142 nömrəli çağrı mərkəzinə və belə bir müraciət eləyirlər. Yəni müraciətlər yenə növbəlik əsasında olur və mərkəzin, yəni xüsusi, hər bir mərkəzdə xüsusi nəqliyyat vasitələri var. Hansı ki, bütün avadanlıqla, yəni artıq, yəni təşkil olunub, yəni və ilkin baxış üçün mərkəzin məsul şəxsləri, mütəxəssisləri, həkim, yəni evə çağırış üçün gedirlər. İlkin müayinə aparılır, bütün sənədləşmə işləri aparılır və yenə də həmin xəstəyə, həmin əlil olan şəxslər fərdi reabilitasiya planı təyin olunur və bir müddət, yəni hardasa bir ay müddətində həftədə 2 dəfə təşkil olunmuş, təyin olunmuş vaxtda, yenə də təkrarlayıram, xüsusi nəqliyyat vasitələri ilə, yəni vasitəsilə, yəni əməkdaşlar, bu ola bilsin ki, psixoloqdur, loqopeddir, müalicə bədən tərbiyəsidir, yəni evə çağırış kimi gedirlər. Yəni reabilitasiya xidmətləri göstərilir və onun əsasında da yenə də rəsmiləşdirilmiş sənəd verilir ki, bu şəxs, yəni səyyar xidmətdən, reabilitasiya, yəni xidmətindən faydalanıb. Elə xəstələrimiz var ki, siz bayaqlar burada təkcə səyyar xidmət deyil, onlayn xidməti də var. Çünki onlayn misal üçün müalicə aldıqlardan sonra, uşaqlar müalicə aldıqdan sonra evə yazılırlar və hansısa bir regiondadır, uzaq regiondadır, yəni o növbəti gəlişini gözləyənə qədər hansı vərdişləri o toplayıb, yəni o itməməsi üçün, yəni bizdə onlayn xidmət göstərirlər. Yəni bu da müalicə bədən tərbiyəsidir, psixoloqdur, loqopeddir, əmək terapiyasıdır. Bu sahədə, Cəlal xanım, bu istiqamətdə dünya praktikasından necə istifadə olunur? Əlbəttə olunur. Yəni bu istiqamətlərdə fəaliyyətin davamı etdirilməsi üçün dünya praktikasının təhkim olunması bizim reabilitasiya mərkəzlərində. Və hansı praktikadan siz istifadə edirsiniz, belə deyək? Mən belə deyim də, yəni misal üçün qəbul olunduqda müxtəlif dünya praktikasında olunmuş, təsdiq olunmuş şkalalar var və o şkalalarla uyğun olaraq, yəni bizim həkimlərimiz, mütəxəssislərimiz, yəni uşaqları qiymətləndirirlər və hədəf qoyulur. Yəni bu da dünya praktikadan götürülmüşdür ki, hədəf, misal üçün reabilitasiya kursunu bitdikdən sonra biz neçə hədəf qoyduq və hansına biz çatdıq o hədəfə. Və ona görə də yəni onlayn dərslər çox vaxtı qrup şəklində aparılır. Çünki yenə də bu dünya praktikasında da var ki, inteqrasiya, cəmiyyətə inteqrasiya. Çünki ev şəraitində uşaq evdədir, valideyndən, yəni başqa, anadan, nənədən başqa heç kimi görmür. Çox vaxtı bunlar cəmiyyətə getmir. Amma onlayn dərslərdə əlbəttə ki, qrup şəklində onların yaşıdları, yəni qoşulurlar o dərslərə, hərə bir fikrini bölüşdürür. Yəni bu da çox yaxşı, müsbət, yəni irəliləyiş olur uşaqlarda. Qeyri-hökumət təşkilatlarının üzvləri tez-tez media turlar zamanı dəvət olunurlar uşaq reabilitasiya mərkəzlərinə və yaxud da reabilitasiya mərkəzinə. Həmən turlarda və yaxud da dəvət aldığınız zaman nələrin şahidi olursunuz, hansı yeniliklərin, hansı müasirliklərin şahidi olursunuz və nə kimi müsbət reabilitasiya xidmətlərinin orada təqdimatını görürsünüz? Elə bu yaxınlardan bəli biz Şarqanda orada reabilitasiya müəssisəsinə səfər etmişdik. Həqiqətən də orada, düz də orada böyüklər üçündür ora. Ancaq digər uşaq reabilitasiya mərkəzlərinə də səfər zamanı müşahidə edirik ki, əvvəlki illərdən təbii ki, fərqli olaraq həm müasir aparatlar, müalicəvi idman aparatları, eyni zamanda
logopedik və yaxud da bu uşaqlar üçün psixoloji müasir metod, düy bütünləmə metodu var ki, bu da son illər çox effektiv bir metoddur. Bildiyim qədər reabilitasiya mərkəzlərində həmin o düy bütünləmə metodlarından da istifadə olunur. Bu da bu uşaqlar üçün çox onların inkişafına, sosial inkişafına müsbət təsir edir. Eyni zamanda kadrların potensialının artırılması, düzdür, regionlarda bu fərq biraz hiss olunur. Bakıda belə deyək, kadrlar daha çoxdur. Regionlarda kadr çatışmamazlığı bu sayədə psixoloqların, logopedlərin, ergoterapevtlərin bu sayədə çatışmazlığı daha çox hiss olunur. Bunun üçün məncə onlara da hansısa bir regionlarda təlimlərin keçirilməsi təşkil olunsa daha yaxşı olardı. Bu praktikaların daha onlara da ötürülməsi. Eyni zamanda müasir dərs proqramlarının inkişaf etdirilməsi, yeni dərs metodlarının inkişaf etdirilməsi bu sahədə də irəliləyişlər yəqin ki olar. Ancaq bəli, biz baxış keçirən zaman müsbət dəyişikliklərin olduğunu müşahidə elədik. Hər tərəfli onlara xidmətin göstərilməsi, tibbi, sosial xidmətlərin göstərilməsi olduqca yüksək səviyyədə olduğunu gördük. Cəlalə xanım, müasir reabilitasiya xidmətləri, bir də alternativ reabilitasiya xidmətləri var. Hər iki istiqamətdə müasirlikdə nə qədər və hansı faiz dərəcəsində reabilitasiya xidməti keçməksən əlil olan uşaqlara hansı müsbət təsirləri çox olur? Müasir və alternativ da, yəni belə deyək, çünki müasir dövrdə yaşayırıq və ona görə, yəni bir neçə il bundan öncə, yəni bu xidmətlər indi sadalayacağım, yəni misal üçün dance ability. Yəni dance ability vücudlar oynayır. Yəni vücudların dili ilə, yəni bu da inteqrasiyanın bir növüdür. Yəni sağlam şəxslər və əlilliyi olan şəxslər, yəni bunlar xüsusi rəqs formasında, yəni bu inteqrasiya olunur, bu da müsbət psixoloji, yəni təsirini göstərir və müalicə üçün çox yaxşı faiz təşkil edir. Dance Ability-də 2022-ci ildən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin də yəni bir fəaliyyət istiqamətindən biri oldu və bizim mütəxəssislər, yəni reabilitasiya mərkəzlərində çalışan mütəxəssislər, yəni təlimlərdə iştirak etdilər. Onlar xüsusi sertifikatlarla, yəni deməli təltif olundular və bununla əlaqədar olaraq həftədə bir dəfə, bütün mərkəzlərdə olur ki, 2 dəfə, yəni dance ability ilə, yəni xəstələrə, yəni bu xidmət göstərilir, yəni bu rəqs. Bunu təkcə müalicə alan uşaqlar yox, bunu da icma əsaslı bayaq vurğuladığım, yəni xüsusən də bunun üçün də, yəni valideynlər gətirirlər uşaqları ki, dance ability, yəni bu müasir və alternativ. Eyni zamanda yoga. Yəni bir 10 il bundan əvvəl desəydik, yəni reabilitasiya mərkəzlərində yoga dərsləri keçmirdi. Amma artıq 2 ildir, 3 ildir bütün reabilitasiya mərkəzlərində də, yəni eyni qaydada da mütəxəssislər təlim keçiblər və özləri də, yəni uşaqlarla, böyüklərlə, yəni bu təlim olur ki, misal üçün, yəni onlayn şəklində bütün mərkəzlərdə qoşulur, yəni yoga dərsi keçirilir. Həmçinin deməli İpoterapiya. İpoterapiya bu da müasir alternativ metoddur, yəni atlarda müalicə. Yəni bu da 22-ci ildən, yəni fəaliyyət göstərirdi. İpodroma əlilliyi olan şəxslər, yəni gedirdilər. Yəni bu uşaqlar ilk öncə atları görəndə əlbəttə ki, hardasa qorxu hissi vardı. Amma sadəcə olaraq onun toxunuşundan, yəni artıq yəni müalicə effekti aparılır və baxırdıq ki, 5-ci, 4-cü dəfə artıq o həmin uşaqlar atların üstündə otururdular, heç də qorxmurdular. Yəni bu müasir və alternativ metodlar, mən deyərdim ki, günü-gündən də yəni sayda
çoxalır, Həm tətbiq olunur, həm tətbiq olunur, bəli. say etibarilə tətbiqin sayı artır. Bəli. Həm də var ki, yəni uşaqlar da istəyirlər, valideynlər də istəyirlər və Mütəmadi olaraq test olsun, Bəli. alternativ realitet. Bəli. Ramil xanım, istərdim sizin də bu istiqamətlərdə, bu sahədə tövsiyələriniz. Uşaqların reabilitasiya xidmətlərinə cəlb olunmasında burada bir məsələni də qeyd etdim ki, valideynlərin maarifləndirilməsi də böyük bir önəm daşıyır. Çünki hansı valideyn özü daha bilgilidirsə, maarifləndirilmişdirsə, o öz uşağını bir çox reabilitasiya mərkəzlərinə, belə deyək, bütün proqramlara cəlb etməyə maraqlı olur, aparır və bu uşaq da inkişafında böyük müsbət təsirləri olur. Eyni zamanda reabilitasiya dediyim kimi mərkəzlərinin sayının artırılması, bu uşaqların reabilitasiya kursunun keçirməsində o müddətin daha biraz uzun olması ki, davamlı olması. Çünki müəyyən müddət reabilitasiya kursu keçib qırılmalar olanda biraz orada da inkişafda ləngimələr olur. Bu kursların daha davamlı olması. Bunun üçün də ümid edirəm ki, dövlətin daha yəqin ki, öndə proqramları, daha dəstəyi çox olar ki, bu uşaqların davamlı reabilitasiya keçməsinə təsir elər. Bu da onların cəmiyyətə inteqrasiya olunmasında, inklusiv təhsilə cəlb olunmasında böyük önəm daşıyar. Hazırda bizim məktəblərdə də, belə deyək, inklusiv təhsilə cəlb olunmuş məktəblərimiz var ki, orada inklusiv siniflər var. O müəyyən sayda, orada say məhdudluğu var ki, orada inklusiv təhsilə cəlb olunmuş uşaqlar var. Eyni zamanda məktəblərdə xüsusi, ümumi məktəbdə xüsusi təhsilə cəlb olunmuş uşaqlar da var ki, onlar da ümumi məktəbə gəlməyi belə o uşaqlarla bir təması olur. Baxmayaraq ki, məktəb daxilində xüsusi siniflərə cəlb olunsalar da, ancaq onların da ümumi bir məktəbə gəlməsi ilə o topluma daxil olması onların inkişafında bir müsbət təsir edir. Bəli, bəli. Eyni zamanda inkluziv siniflərə, mənim öz fəaliyyət göstərdiyim məktəbdə də hazırda həm inkluziv təhsilə cəlb olunmuş uşaqlar var, eyni zamanda xüsusi siniflərdə cəlb olunmuş uşaqlar var ki, hansı ki, onların doğrudan da həyatı bacarıqlarının, sosiallaşmasının bu sahədə nə qədər onlarda irəliləyişin olmasını müşahidə edirik. Hər ikinizə təşəkkür edirəm bizim verilişə gəldiyiniz üçün. Bizə ayrılan efir vaxtı başa çatmaq üzrədir. Hörmətli tamaşaçılar, xatırladım ki, bugünkü verilişimizdə, Dayaq nöqtəsi verilişində mövzumuz 50'liyi olan uşaqlarda reabilitasiya xidmətindən danışdıq. Qonaqlarımızı sizə bir daha təqdim etmək istəyirəm. Bir sayılı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Jalə Həsənova idi. Jalə xanım, bir daha təşəkkürümü bildirəm. Eyni zamanda İnkluziv Cəmiyyət naminə İctimai Birliyin sədri Ramilə Mahmudova idi. Ramilə xanım, siz də xoş gəlmişsiniz bizim verilişimizə. Xatırladım ki, siz Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.